Türkmenistan'da AMEA prezidentine, Azərbaycan Milli Elmlər Akademiyasının prezidentine itlere verilen albay medalı verilipmiş. Ay qadadalı valla. Ramiz Mehdiyev'in yerine gelen Ramiz Mehdiyev'in yerine gelen bak bu sümsüye, bak bu sümsüye, bak bu sürtüye, bak bu sümsüye, bak bu sürtüye, özde ite oxşuyur eləmi? İte oxşuyur eləmi? Bak buna Türkmenistan'da itlere verilen albay medalı verilipmiş. Ay qadan alim, inanmırsınız, bakın. Resmi xəbərə baxın. Resmi xəbərə baxın, ay bala, ay qardaş, ay bacı, ay atam, ay anam. Türkmenistan'da AMEA prezidentine itlere verilen albay medalı verilipmiş. Kardeş, indi gəlin hələ bir bunu oxuyaq. Elmlər Akademiyasının prezidenti İsa Həbib Bəylinin təltifləri arasında belə bir məlumat gördüm. 2024-cü ildə Türkmenistan prezidenti tərəfindən albay mükafatına layık görülübdür. Albay Türkmenistan'ın sevimli itidir. Sevimli itinin adıdır albay. Belki de akademike albay adı ile bu titulu soxuşturublar. Türkmenistan'da albay adlı bir medal var. Ama deməli yarışan tərəflər itlər olubdu. Türkmenistan'da albay günü de var. Türkmenistan'da albayın başka mənası var mı? İtdən başka mənası yoktur. 2019-cu ildə Türkmenistan Türk Ədəbiyyatı Vəqfi, ola bilsin vakfı yazmaq istəyiblər. Vəqfi döş nişanına layık görülmüştür. 2022-ci ildə Türkmenistan böyük ziyalısı Qabulla Tukay'ın anadan olmasının 135 illiği münasibətilə Qabulla Tukay 135 yubileyi medalı ilə təltif edilibmiş. 2023-cü ildə Özbekistan Elmlər Akademiyası 80 illik yubileyi medalı ilə təltif edilibmiş. 2024-cü ildə Türkmenistan Respublikasının albay medalı ilə təltif edilibmiş İsa Həbib Bəyli. Değerli məsələn, albay medalı Türkmenistan'da ite verilir. İtin adıdır, itin şərəfinədir. Birisi orada Türkmenistan'ın prezidentinin itinin qızıldan heykeli de var. Hamora baş əyir. Deməli, baxıb ki, Türkmenistan prezidenti Qurbanqulu Berdimuhammadov baxıb ki, ya da oğlu baxıb ki, bu elə itə oxşuyur. İsa Həbib Bəyli bax, elə bulduk itə oxşuyur. Elə buna itin adından bağlı itə verilen albay it adıdır. İtə layık olan medalı verib bax buna, albay medalını. Necə də gözəl, necə də gözəl. İlham Əliyevin, Azərbaycanın, İlham Əliyevin Milli Elmlər Akademiyasının sədri, rəhbəri İsa Həbib Bəyli kimi orospu çocuğuna elə albay it medalı daha layıqdır. Fikir verirsin. Bu Milli Elmlər Akademiyanın rəhbərinə itə verilen medalı vermək elə bilməyin, ha, elə belədir. Elə bilməyin, elə belədir. 2024-cü ildə bu medal verilib, elə mi? Yaxşı, ondan bir neçə il qabaq, Məmmədov şərəfsiz o bəylərin qohumu, Məmmədov Türkmenistan'ın prezidentine saxta medalı dürtüştürdü mü? Dürtüştürdü. Ve bizim o qeyri-hökumət təşkilatının rəhbəri olan Məmmədov yaramaz. İtə ve necə deyərlər, medalı dürtüştürübsə, Türkmenistan prezidentine saxta medalı, o da itə verilen medalı İlhamın adamına dürtüştürməliydi. Burada qeyri-adi bir şey yok. Değerli həmvətənlər, değerli soydaşlar. İkinci xəbəri küpbuldadaq mı? İkinci xəbəri.
Fuad Qəhrəmanlı bir partiya rəhbəri Əli Kərimlinin ən aparıcı mavini ölkədə acından, susundan iş vermədilər, işsizlikdən Fransaya müvəqqəti mühacirətə gəldi. Fuad Qəhrəmanlı, onun statusuna baxdım, gözüm doldu mən. Hansı Kəramət Böyükçöl kimi Qinida tarix boyu götə girən, dil uzadır nəyin gözünə, ailəsinə hətta. Göt oğlu göt adama deyərlər. Cındır oğlu cındır. Arvadını piyan olub, ananı evdən qovmaqdan başqa sənin nə fəaliyyətin olubdur? Cındır oğlu cındır. Bəs deyil cəmaatın ailəsini, o da hakimiyyət dağıtdı ailəsini. Arvadının əmisi idi də, indiki Daşkəsənin nədir, keçmiş icra başladı, yoxsa indiki icra başladı. Arvadın əmisi idi də dost olmaz. Hökumət ailəsini dağıtdı. Hökumətin şilangını tutan oğraş, hökuməti sidirən, cinsiyyətini əlindən tutub sidirən şərəfsiz, yazıçıymış güya. Güya bu ağıllı adamıymış. Sən öl, səni çığınayaram. Kəramət Böyükçöl, saqqalından tutaram səni, sürüyərəm. Bilin, Xalq Cəbhəsi fədakar, qəhrəman, igidlərlə dolu bir təşkilatdır, partiyadır. Azərbaycanda varsa da, yoxsa da mübahisəyə səbəb olan, olmayan yeganə müxalifət obrazını yaradan, qoxusunu yaradan bir, necə deyərlər, qurumdur. Xalq Cəbhəsini nə qədər çığnasam da, burada nə qədər qınasam da, hansısa göt verənlərin ayağı yer almasın. Xalq Cəbhəsinin içində bəzi yaramazlar var, onları mən də zaman zaman atıb tuturam. Amma cəbhəçilərin ətini yesəm də sümüyünü qırağa atmaram. Üstəlik, ən əsas, ən vacibi isə cəbhəçilərin ayıb yerini, iki sallanan bir tullananını kəramət və kəramət ağızdan danışanların qabağına ataram, kabab çəksinlər, kalpasa ilə yox, ağ ətdən kabab çəkib, zakuska eləyib yesinlər. Yəni, çaşmayın. Çaşmayın, aşıraram sizi. Kəramət, tarix boyu götə girən olubsan. Biraz saqqal saxladın Kefli İskəndərin, zaten İmişli Ağcəbədi biraz qonşu rayonlardır. Qonşun Kefli İskəndərin obrazını oynamaq istədin, İskəndərin ayaqqabılarını geyinə bilərsən, amma yerişini yeriyənməzsən. Kefli İskəndər çox gözəl bir şəxsiyyət olubdur. Sən Kefli İskəndərin heç tışdığı poxt olanmazsan Kəramət Böyükçöl. Sən ancaq alkaş kəramət olarsan. Böyükçöl, yox bir böyük bayır, yox bir kiçik bayır. Bunlar təmiz, təmiz qudurufları. Arada bir xalq cəbhəsini qınayıram, elə bilir ki, xalq cəbhəsinə hamı dil uzada bilər. Xalq cəbhəsi igidlər oylağıdır. Qətiyyən xalq cəbhəsinə dil uzatmayın. Qınayın. Ola bilər ki, hansısa fəaliyyətini qınayırsınız, sizi qane eləmir, pis təsir eləyir. Qınayın. Amma cəbhəçilərin əsla və əsla ailələri, uşaqları, onların namusları söz konusu ola bilməz, heç kim dil uzada bilməz. Dil uzadanların aqibəti saqqallı yalçın qəhbənin balası kimi aqibəti elə olur. Dəyərli həmvətənlər, dəyərli soydaşlar, vəssalam,
Şut tamam. Keramet Böyükçölü mən Ve akşamın xeyir olsun. Kəramətə 3 otaq Bakının mərkəzdə ev verdilər. O verəndən də qabaq çəkdi də bu. Yəni saxlaşdıra bilmədi də. Hər kişinin işi də öyle. Axıra kimi müxalifət ola bilsin. Kəramət altını vurdu, ev aldı və salam. Bəli. Mehriban Əliyeva 3 otaqlı ev verdi. Bəli, adamdan tələb eləyirlər, borcunu qaytar. Xəbəriniz olsun ki, Kəramət Böyükçül Amerikaya getmişdi. Ora köçmək istəyir. Bəli, yeni hakimiyyətə qarşı müxalifəti indidən Amerikada yerləşdirir Mehriban Əliyeva. Mənə qarşı müxalifət olacaq Kəramət Böyükçül və yaxud yeni gələn başqa prezidentə müxalifət olacaq. Kəramət, ala. Diktator hakimiyetin Diktat, söndür telefonu. Yekə adamsan, bəst adamlığın olsun, rəyim dayanacaq sat məni. azamat işte yer gidiyoruz. Ayıptır. Bes özü koyma. Müsaade eleme. Yer çıkıyoruz. Yer müsaade eleme. Yer çıkıyoruz. Biz getdik, qəşəndə mən də getdik, bu ev bu da. Hadi müsaade eleme. Yer çıkıyoruz. Gözün mama. Evde görsün değil mi? Anam be. O kat çıkardır. Diyor ki şeydi. Sağ olun, salamat qalın. Sağ olun, salamat qalın. Allah sizi bərxudar və bəxtiyar eyləsin. İlham sevənlərin də bəxtini xiyar eyləsin. Bircə bu azadlığa tez qovuşaq. Bircə canımız tez qutarsın bu İlham Əliyev sümsükdən, sürtükdən. Daha uca bezdik, boğaza yığıldıq. Sağ olun.